Salam değerli izleyicilerimiz. Keçən dəfəki bölümümüzdə ingilis dili kitabının bir modelini göstermiştik. Bu sefer size Rus dili olan modelini göstermek istedik ki, düyməsini bastığınızda həm əlifbalar mövcuddur içində. Əlifbanın içindəki hərflər daha doğrusu Rus dilində olan. Misal üçün və hər hərfin qabağında da məsəl üçün A hərfi ilə başlayan sözləri göstərir ki, misal olaraq. Ondan əlavə olaraq həm sözləri avtomatik oxuma qabiliyyəti mövcuddur. Buna əlavə olaraq dediyim kimi hərflərdir. Keçdik. Gəldik burada rəqəmlərdir. Belə deyim, kvadratdır, dördbucaqdır, figurlardır. Eyni şəkildə məsləklərdir, maşınlardır, heyvanlardır və buna əlavə olaraq da pianino modu var ki, sizlər üçün həm uşaqlar oyun oynaya bilər, həm musiqi alətlərini öyrənə bilərlər, həm də ki, musiqi oxuma mövcuddur ki, səsini artırıb və çoxalda bilərsiniz. Dəyərli izləyicilərimiz, səhifədən gələn izləyicilərimiz üçün endirimlərimiz mövcuddur.